İki fərqli qrup insan qurtuluş məsələsi ilə bağlı bir-birinə zidd fikirlərə malik olduqda, bunun həll olunması üçün yeganə yol müqəddəs kitabdan keçir, çünki qurtuluş Tanrıdan gəlir. Gəlin Həvarilərin İşləri 4-cü fəsil 11-ci ayəni oxuyaq. Siz bənnaların rədd etdiyi daş köşə daşı olan həmin İsadır. Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq. Müqəddəs kitab bizi maarifləndirir ki, Tanrı bizim xilaskarımız olduğundan Tanrının kəlamı xilasımız üçün mütləq standart olmalıdır. 2000 il əvvəl Yəhudilik adlı bir dini təşkilat var idi. Onların təlimləri İsa'nın təlimlərindən kəskin şəkildə fərqlənirdi. Fariseylər dedilər, şənbə günü işləmək olmaz. İsa dedi, bu düzgün deyil. Əgər qoyun şənbə günü çuxura düşüb ölmək üzrədirsə, ancaq şənbə günü olduğuna görə onu tutub çıxarmazsınızmı? İsa düzgün olanı etməyi öyrətdi. Bu cür şeylər o zaman dini liderlərin ona bidətçi kimi baxmasına səbəb olurdu. Bu o deməkdirmi ki, İsa'nın öyrətdiyi bütün təlimlər səhv idi? Qətiyyən yox. Bizim dövrümüzdə də biz Tanrının müqəddəs müjdəsini təbliğ edərkən, bu səhvdir deməklə hansı damğanı vururlar? Gəlin Həvarilərin İşləri 24-cü fəsil 2-ci ayəni oxuyaq. Paul çağırılanda Tertul onu ittiham etməyə başladı. Bizim gəldiyimiz nəticəyə görə bu kişi dünyanın hər yerində olan Yəhudilər arasında ixtişaşlar salan bir ara qarışdırandır. O nədir? Nəsrani təriqətinin başçılarındandır. İlk kilsənin İsa'ya olan imanı onların malik olduqları imandan fərqli olduğuna görə, ilk kilsə bidət adlanırdı. Bugün biz Tanrının tərəfində olduğumuz zaman, o vaxt ki, dini liderlərin bütün hərəkətlərinin yanlış olduğunu başa düşə bilmirik. Onların ata əsrindən bəri mövcud olan inancları oğul əsrində yeni əhdə inamla dəyişdirilməlidir. Bu dəyişiklik xilaskarımız olan İsa məsləhətin gəlişi ilə baş verdi. Nömrəsi dəyişdirilsə də, köhnə telefon nömrəsi ilə zəng etməklə kiməsə zəng vura bilərsinizmi? Bilməzsiniz. 1600 ildən artıqdır ki, milad, xaça ehtiram və bazar günü ibadətləri kimi bütpərəst dinlərdən xristiyanlığa gətirilən bütün saxta təlimlər bu günə kimi saxlanılır. Bununla belə, Məsih Ahn Kong ikinci dəfə bu dünyaya gəldi və bizim üçün orijinal həqiqəti bərpa etdi. Bu, bütün dünyaya öyrətməli olduğumuz bir məsələdir.